Bir müştərim var idi, təxminən 10 ilin söhbətidir. Naxçıvanlı bir rəhbər şəxs idi. Təlim prosesində dedi ki, bilirsiniz, mən idarə etməklə də bağlı təlimlər almışam, amma heç bir işə yaramayıb. Dedim ki, niyə müəllim? Acaylı xanım, bu deyirlər, məsələn, motivasiya ver, müxtəlif variantlar var, ona uyğun belə davran filan, heç bir işə yaramır. Dedim, səbəb? Səbəb yox, nəticə önəmlidir. Dedi ki, onlar genəlirlər. Mən ilk dəfə genəlmək sözünün başqa bir məna daşıdığını o adamdan eşitmişdim. Hətta heyrətlə baxdım, necə genəlmək də bilmirsən, genəlmək nədir? Genəlirlər. Bunlara deyir, belə şey demək olmaz. Deyirəm, məsələn, ən son hansı əməkdaşınızı təriflədiniz? İxtiyari bir ad deyim, tutaq ki, Vüsal. İclasdır belə, mən hamının içində dedim ki, Vüsal, halal olsun sənə, sənin sayəndə biz yenə də gözləntini qarşılamışıq və faiz dərəcəsi üstünlük olaraq bizdədir. Bax, belə xoş sözlər dedim. Deyirəm ki, müəllim, tam olaraq necə dediniz? Vüsal, sən də çox sağ ol. Sənin sayəndə biz yenə də yüksək faizlə birinci yerdəyik. Afərin sənə, hamınız Vüsal kimi olun. Sözün dedi, amma səsin demədi.